Bu rey məni çox duyğulandırdı. Bu günlərdə Batman səfərindən Eskişehirə aktarma üzərindən Ankara ilə gəldim. Ancaq Ankarada çox qalmadım. Amma maraqlı burasındadır ki, Elizin məhz Ankarada yaşadığını da bilmirdim. Yeliz kimdir? Məlum olduğu kimi bir neçə müddət öncəsində atasının türk, anasının Azərbaycanlı olmağına baxmayaraq Azərbaycanlı olduğunu deyən balaca bir Yelizin videosunu paylaşmışdım. Elə videolardan daha birini sizə təqdim edeyim, sonra davam edəcəm. Arkadaşlar ben Azerbaycanlıyım. Hayır kızım, sen Türksün. Hayır, ben Azerbaycanlıyım. Anneciğim, senin baban Türk, sen de Türksün kızım. Hayır, ben Azerbaycanlıyım. Bəli, məlum olduğu kimi övlad fiziki olaraq görüntüsünü ata tərəfdən genetika, amma düşüncə məhsullarını daha çox düşüncə mövzusunu ana tərəfdən alır. Və qadın ailə qurduğu zaman həyat yoldaşının o kötük deyilən bir şey ona bağlı olmaq məcburiyyəti olsa da, uşağın ataya görə hansı milliyyətə aid olduğu müəyyən olunsa da, yəni Yelizin atası Türkiyə vətəndaşıdır, anası Azərbaycan vətəndaşıdır, amma Yeliz özünü bu yaşından Azərbaycanlı kimi hiss edir və təbii ki, balaca Azərbaycanlımın məhz bu şəkil yetirməsində anasının da böyük ehtimal ki, böyük rolu var. Çünki həmyerlim orada öz övladına Azərbaycan ənənəsini, Azərbaycan ruhunu o qədər mükəmməl şəkildə aşılayır ki, məhz balaca Yeliz də özünü Türkiyəli olsa da Azərbaycanlı kimi hiss edir. Əslində çox da fərqimiz yoxdur. Nəticə olaraq türkük. Azərbaycanlı türk fərqi, mən də özümü Türkiyəli hiss edirəm. Amma təəssüf ki, bu mənim ikinci söz videomdur Yeliz. İnşallah qismət olsa, mən artıq sənin Ankarada olduğunu bilirəm. Sənə söz verim ki, inşallah üçüncü videonu məhz sənlə biz birlikdə çəkəcəyik. Elə Azərbaycan dilində. İki Azərbaycanlı danışarıq. Buradan Yeliz'i öpürəm və Yelizin timsalında Türkiyədə Azərbaycan adını xoş şəkildə səsləndirən bütün Türkiyə vətəndaşlarına da ürəkdən minnətdarlığımı bildirirəm və bir Türkiyə sevdalısı olan Azərbaycanlı olaraq bu mənim üçün böyük bir qürurdur.